Salam, hər vaxtınız xeyir olsun, əziz, hörmətli, mehriban birliyimizin üzvləri. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hər birinizi təbrik edirəm və diqqətinizə çatdırıram ki, 31 dekabr 1989-cu ildə Naxçıvanın Culfa şəhərində İran Culfası ilə Naxçıvan Culfası arasında olan sərhəd xəttinin Naxçıvanlılar tərəfindən sökülməsi nəticəsində Həmrəylik gününün təməli qoyuldu. Həmrəylik gününün təməli qoyulduqdan sonra 1992-ci ildə bu günün bayram kimi qeyd olunması Naxçıvan Ali Soveti tərəfindən rəsmiləşdirildi və 1993-cü ildə ilk dəfə olaraq Azərbaycanda həmin günün bayram günü kimi qeyd olunması qərara alındı və bu gündə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram günü münasibətilə hər birinizi təbrik edirəm. Hər birinizə uğurlu gün, bol ruzi, bərəkət və möhkəm can sağlığı arzu edirəm. Bildirirəm ki, bayram həmişə bayram olaraq insanların yaddaşında qalır və insanlar bayram günlərini həmişə təntənəli qeyd edirlər. Biz də bu günü təntənəli olaraq qeyd edirik. Bayramımız mübarək olsun, əziz, hörmətli, mehriban birliyimizin səmimi insanları. Hörmətlə Təyyar müəllim.